Mən düşünmürəm ki, Steven Uitkovun Sankt-Peterburqa səfəri, Putinin xüsusi nümayəndəsi ilə görüşü yalnız atəşkəs, Ukrayna-Rusiya arasında olan atəşkəs mövzusu ilə bağlıdır. Mən düşünürəm ki, son dövrlər Trumpın yaşadığı ticarət sahəsində və iqtisadi sahədə yaşadığı gərginliyi aradan qaldırmaq üçün Trump yollar axtarır. Və bu günə qədər Rusiya, Amerika Birləşmiş Ştatları arasında mövcud iqtisadi əlaqələrin bərpası və xüsusilə Trumpın Çinə qarşı tarif rüsumları, ticarət müharibəsi elan edəndən sonra mövcud durumu və mövcud gərginliyi aradan qaldırmaq üçün Rusiya ilə iqtisadi əlaqələrə ehtiyac duyulur bu sahədə. Bilirik ki, Çin Amerika Birləşmiş Ştatları arasında iqtisadi ticarət dövriyyəsi yarım trilyon dolları keçir və burada Çinin xeyrinə 450 milyard dollarlıq bir Amerika Birləşmiş Ştatları ilə ticarət münasibətlərindən söhbət gedir. Və burada Trumpın elan elədiyi 120 milyardlıq Amerika Birləşmiş Ştatlarının Çinlə ticarət münasibətlərində 120 milyardlıq ixrac olunur məhsullar. 450 milyard isə Çindən Amerika Birləşmiş Ştatlarına ixal olunub. Və Trumpın bu sərt qərarından sonra tarif rüsumu və ticarət müharibəsi elan etdiyi bu faktiki son olaylardan sonra Amerikanın Birləşmiş Ştatlarının daxilində bir gərginlik yaşandı. Bu gözlənilən idi. Çünki bu iqtisadi münasibətlərdə bu cür belə sərt qərarlar bəzən daxildə bumerang effekti verir, əks effekt verir və bu gözlənilən senari üzrə də proseslər baş verdi. Və bu günləri bax bu boşluğu doldurmaq üçün bilirik ki, Amerika Birləşmiş Ştatlarının əsas Çindən ixrac etdiyi nadir torpaq ehtiyatları mineral sərvətlərdir və burada Amerika şirkətləri Çinin də əks tədbirlər görəcəyi təqdirdə böyük problemlərlə üzləşəcəyi qaçılmaz idi. Və bilirik ki, Rusiyada bu məsələdə nadir torpaq ehtiyatları, resursları kifayət qədərdir. Və bax, bu hal-hazırki görüş, mən düşünürəm ki, yəni bax, bu iqtisadi ticari səviyyədə Çinin bu günləri Amerikaya yaşatdığı problemləri Trump səviyyəsində və onun administrasiyası səviyyəsində danışıqların yeni mərhələsinin başlaması, yeni fazasının başlaması. Yəni bu yalnız atəşkəslə və Rusiya-Ukrayna müharibəsi ilə bağlamaq düzgün olmazdı. Yəni hal-hazırda Trumpın yaşadığı daxili gərginliklər fonunda Rusiya ilə iqtisadi münasibətləri yenidən bərpa etmək və nadir torpaq elementlərinin Amerikaya ixracını təmin etməkdir. Hal-hazırki durumda Amerika Birləşmiş Ştatları bu vəziyyətdən öz mənafələri üçün istifadə etmək istəyir. Bilirik ki, Çin yüksək texnologiyalar sahəsində və son dövrlər Amerika iqtisadiyyatının bəzi sahələrini ötüb keçən bir yüksəliş dövrü keçir. Və bu Amerika üçün baş ağrısıdır. Trumpın bu qərarları vermək məcburiyyətində qalmışdı. Tarif siyasətini sərtləşdirilməsi ilə bağlı qərarı nəzərdə tuturam. Amma bu da asan məsələ deyildi. Yəni, bu sərt qərarların arxasında həm də Amerikanın daxilində vəziyyətin gərginləşəcəyi və iqtisadi bir çöküş yaşanacağı ehtimal olunurdu və bu iqtisadi çöküş də artıq dərhal öz belə deyək də nəticələrini verdi. Mən düşünürəm ki, yəni Uitkovun bax bu günləri apardığı danışıqlar yəqin ki, çox güman ki, bu senari üzrə davam edəcək.